Günümüzdə süni intellektdən istifadə edənlərin sayı durmadan artır. İnsanlar artıq ChatGPT-yə suallar ünvanlayır, onunla söhbət edir, hətta dərdini danışır. Ancaq mütəxəssislər düşünür ki, bu ciddi bir problemdir. Bəs maraqlıdır. İnsanlar özlərində fikirləşirlər. Paytaxt sakinləri də süni intellektlə söhbətləşir. Bəli, söhbət edirəm. Nə barədə? Fəlsəfə, ədəbiyyat, maraqlı suallar olanda verirəm. Bəs öz probleminizi, dərdinizi danışırsınız? Yox, çünki o insan duyğularına elə də bələd deyil axı, o effekti vermir. Çünki hərənin öz düşüncə tərzi var və o da əslində lazımlı cavablar verir, sadəcə o insanı tam aydın anlaya bilməz də, mən belə fikirləşirəm. Öz dərdimizi deyil də ümumi problemlər haqqında, məsələn, dərslər barədə, stres, zad yorğunluq. Düz dostlarım var bölüşə biləcəyim. Halbuki o daha çox belə fərqli yanaşır, iki tərəfdən də yanaşır elə bir. Həm mənəvi cəhətdən fərqli bir dəstək olur. Bilmirəm niyə. Niyəsə o qədər yaxın gəlir mənə. Psixoloji vəziyyətimlə əlaqədar və yaxud da günün analizi ilə əlaqədar söhbət edirəm. Yəni yetər qədər kömək olur. Əsasən verdiyi cavablar insanların verdiyi cavablardan daha qane-edici olur. Daha belə necə deyim, emosiyalarının inkişafına səbəb yaradır, zəmin yaradır. Mən belə deyə bilərəm. Yəni hərənin öz fikridir, yəni məncə normaldır. Amma mən eləmirəm. Ən axırıncı dəfə həkimdən aldığım analizi ona göstərmişdim ki, burada nə görürsən, yəni nə cavab verə bilərsən. Amma yəni həkimdən daha yaxşı cavab vermişdi. Xeyr, onun çünki zərərləri var. Çünki insan ora sual verəndə bəzi məlumatlar, məsələn, insanın xeyrinə olmayan məlumatlar da verilə bilər ona görə. Çətinlik çəkdiyim və yaxud da ki, marağım olan sahələrlə bağlı suallar verirəm. Əslində yaxşı məsləhətlər verib. Sanki bir insandır qarşısındakı danışan. Yəni sırf bir insanın düşüncələri nədirsə ona uyğun cavablar verir.